Amerika prezidenti Donald Trump xarici siyasət məqsədinin nüvə silahlarının azaldılması və nüvəsizləşdirmə olduğunu bildirib. Yenavaz.com xəbər verir ki, onun sözlərinə görə o artıq bu mövzunu Rusiya və Çinlə müzakirə edib. Stat: "Mənim xarici siyasət doktrinam nüvəsizləşdirmə olardı. Çünki kifayət qədər nüvə silahımız var." Statın sonu. O ABŞ-nin nüvə silahlarında birinci, Rusiya ikinci, Çin isə üçüncü yerdə olduğunu bildirib. Stat: "Onlar çox geridə qalırlar, amma 4-5 ildən sonra bizə çatacaqlar. Bilirsiniz, onlar nüvə silahları üzərində həddindən çox işləyirlər. Düşünürəm ki, nüvəsizləşdirmə əla həll yolu olardı. Dünyanı 150 dəfə məhv edə bilərik, amma buna ehtiyac yoxdur." Statın sonu. Trump həmçinin nüvəsizləşdirmə mərhələsində ortaq məxrəcə gəlmək üçün adı çəkilən ölkələrin liderləri ilə işləyə biləcəyini ümid etdiyini bildirib. Stat: "Mən bu barədə prezident Putinlə danışmışam. Mən bu barədə prezident Si ilə də danışmışam və hər kəs bu pulu başqa şeylərə, bu gün insanlara həqiqətən fayda verə biləcək şeylərə xərcləmək istərdi." Statın sonu.